Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı Beynəlxalq Qalereya və Oxu Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş etüd sərgi keçirilib. Vətənpərvərlik etüdləri layihəsi çərçivəsində keçirilən Lənkəran, Şirinsu mənzərələri adlı etüd sərginin layihə rəhbəri Aygün Əzizova idi. Sərgidə Oxu Tədris Mərkəzinin 25 nəfərdən ibarət müəllim, şagird kollektivi iştirak edirdi. Rəssam etüdü Lənkəranda Palıdlı Sahil İstirahət Mərkəzinin ərazisində həyata keçirildi və canlı sərgi təşkil olundu. Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova etüd dərsi keçdi. Rəssamlar böyük zövqlə Lənkəran təbiətinin füsunkar mənzərələrini kətan üzərinə köçürdülər. Etüd sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İskəndərova etüd və sərgilərin rəssamların həyatında, sənətlərinin inkişafında mühüm rol oynadığını bildirdi. Məqsədimiz gənc nəslin vətənpərvərlik ruhunda Azərbaycançılıq ideologiyası ilə yetişdirilməsidir. Oxu Tədris Mərkəzinin rəhbəri, psixoloq və psixopedaqoq Rəşidə Allahverdiyeva tədbirdə çıxışı zamanı vurğuladı ki, bu tədbir sadəcə rəsm sərgisi deyildi. Burada hər bir fırça izində sevgi, birlik və anlayış var idi. Xüsusi qayğıya ehtiyacı olan və sağlam uşaqların bir arada olması, bizim təhsil fəlsəfəmizin təntənəsidir. Biz çalışırıq ki, bütün uşaqlar cəmiyyətə inteqrasiya olunsun, onların hər biri sosial həyatın bir parçası kimi qəbul edilsin. Mərkəzin digər rəhbəri və pedaqoq Talih Məhəmmədov isə tədbir zamanı qeyd etdi ki, uşaqların çəkdiyi rəsmlərdə yalnız rənglər yox, ümid, xoşbəxtlik və bərabərlik var idi. Uzaq məsafələrə baxmayaraq bu tədbirə qoşulan ailələrə təşəkkür edirəm. Məqsədimiz, sağlam və xüsusi qayğıya ehtiyacı olan uşaqların eyni məkanda sosiallaşmasını təmin etmək, onları cəmiyyətin mərkəzinə çıxarmaqdır. Bu, bizim həm peşə, həm də vicdan borcumuzdur. Tədbirdə uşaqlar üçün təşkil olunan əyləncəli və birləşdirici fəaliyyətlər onların sevincini bir qədər də artırdı. Onların gözlərindəki parıltı bizə bir daha göstərdi ki, təhsil yalnız dərs otaqları ilə məhdudlaşmamalıdır, o, cəmiyyətin hər sahəsinə sirayət etməlidir. Tədbirdə Lənkəranın məşhur rəssamı, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin müəllimi Günay Talışinskaya, anası Elazə xanım fəxri qonaq qismində iştirak edirdilər. Sonda rəssamlara diplomla təltif olundular və xatirə fotoları çəkildi. Lənkəranın məşhur rəssamı, Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanovanın evində qonaq olan etüd iştirakçıları Cənub bölgəsinin dadlı, ləzzətli mətbəxinin müxtəlif təamlarını daddılar. Həyat Şirvanova, həyat yoldaşı Dadaş Şirvanov, qızları istedadlı gənc rəssam İlahə Şirvanova qonaqlara Lənkəranın təbiəti, mətbəxi, tarixi haqqında geniş məlumat verdilər.